Salam əziz dostlar, bugünkü müzakirəmiz kitab barəsindədir. Bununla əlaqədar olaraq iki dəyərli şəxsi studiyamıza dəvət etmişik. Onlardan Şöhrət İxtiyaroğlu Qədim Qala Nəşriyyatının redaktorudur. Nurman bəy isə Parlaq İmzalar Nəşriyyatının direktorudur. Xoş gəlmisiniz. Xoş gördük. Öncə özünüz haqqında qısa məlumat verərdiniz. Mən də sizi salamlayıram və tamaşaçıları salamlayıram. Təşəkkür edirəm dəvət etdiyiniz üçün. Mən Şöhrət İxtiyaroğlu 1983-cü ildə Ağcabədi rayonunda dünyaya göz açmışam. Və artıq bir neçə ildir ki, ictimai fəaliyyətlə də məşğulam. Son 5 ildir ki, artıq Qədim Qala Nəşriyyat evində çalışıram və nəşriyyatın redaktoruyam. Mən Nurman Tariq 2013-cü ildə dostlarla bir yerdə Parlaq İmzalar Nəşriyyatını qurmuşuq və mənə rəhbərlik etmək öhdəliyi düşüb. Nəşriyyatda çalışırıq, kitab dünyasındayıq, kitabçılıqdayıq. Təşəkkür edirəm hər birinizə görə. Ümumən kitab sahəsindəsiniz, daima yenilik axtarırsınız, insanlara faydalı məlumat verəcək kitablar ətrafında çalışırsınız. Ümumi vəziyyət nəyirdədir Azərbaycanda? Azərbaycanda ümumi vəziyyət, belə deyək də, bir başqa qonşu ölkələrə nisbətdə orayla müqayisə eləsək, o dərəcədə ürək açan deyil. Amma bu o demək deyil ki, kitabçılıq vəziyyətdə də, kitabçılıq sahəsində də vəziyyət heç də yaxşı deyil. Amma bizim əvvəlki illərimizə nisbətdə bu günlərdə kitaba olan maraq artmaqdadır. Artıq kitabçılıq, ümumiyyətcə kitaba meyil, kitabın oxunuşu ictimai nəqliyyatda və digər yerlərdə oxunuşu artıq artmaqdadır. Bunun üçün də biz də çalışırıq ki, yəni öz tərəfimizdən bu tendensiyanın daha da inkişaf etməsi üçün lazım olan addımları ataq. Nurman müəllim, siz nə fikirləşirsiniz bu arada? Kitabçılıq mənə gəlir ki, ümidvericidir. Yəni bizim ümidimiz yeni nəslədir. Hansı ki, artıq onlar 20 yaş ətrafındadırlar. Bu nəsildə oxumaq tendensiyası artıq inkişaf eləyir. Yəni bu sevindirici haldır. Və mən ümid edirəm ki, bu get-gedə inkişaf edəcək. Yəni pessimist proqnoz verməyə dəyməz. Mən fikirləşirəm ki, yaxşıya doğrudur və yaxşı olacaq. Yəni düzdür, bizdə bəzi problemlər var və s. Bu hamıya bəlli bir prosesdir. Məncə ümidvar olmağa dəyər, yaxşıya doğrudur. Ümumiyyətlə, biz bir çox hallarda müzakirələr zamanı insanlara çalışırıq ki, kitab oxuma vərdişlərini aşılayaq, insanlara mütaliə vərdişini aşılayaq və çünki insan kitab oxuyanda faydalı məlumatlar əldə edir. Əlbəttə ki, hər bir kitaba aid deyil. Bu, ümumən faydalı məlumatlar əldə edir. Bu faydalı məlumatları əməli olaraq həyata keçirilir və müxtəlif sahələrdə uğur qazanır və beləcə cəmiyyət inkişaf eləyir. Lakin burada bir sıra amillər çox mühümdür. Məsəl üçün, time management deyilən, vaxtın idarə olunması, yaxud da həyatın idarə olunması. Əgər bir gənc, misal üçün, xüsusən gənclər daha çox kitab oxuyurlar, səhər tezdən işə gedirsə, sübh tezdən və axşam gəlirsə, bu zaman onun mütaliə etmə şansı azalır, yaxud da mütaliə o qədər iş barəsində düşünür ki və digər məsələlər, qayğılar, ailə qayğıları haqqında fikirləşir ki, problemlər, çətinliklər, artıq onun mütaliəyə ayıracaq vaxtı bir çox hallarda qalmır. Mən özüm bu arada fikirləşəndə birinci bu beynimə gəlir, ikinci fikirləşirəm, yaxşı. Buna vaxt qalmadı, mütaliə də edə bilmədi. Bəs çıxış yolu nədir? Məsələdən necə çıxış yolu əldə edə bilərik? Ümumiyyətlə, nə düşünürsünüz? Hal-hazırdakı vəziyyətə uyğun olaraq bizim elə bu mövzu ilə də time managementlə bağlı bir kitabımız nəşr olunub. Müəllifi Rövşən Abdullaoğludur. Zamanı necə yeyək? Orada da müəllim öz fikirlərini orada ifadə edib. Əslində, yəni düzdür, belə bir fikirlə qarşılaşırıq ki, zamanım yoxdur, işləyirəm, daha çox belə deyək də iş, ictimai fəaliyyət falan, amma ən sonda mənim kitab oxumağa o dərəcədə vaxtım qalmır. Mən şəxsən bir kitabçı sahəsində olan bir insan kimi bu fikirlə tamlığı ilə razı deyiləm. Niyə? Mən özümdə misal üçün ictimai nəqliyyatda kitab oxumağı sevirəm və yaxud hər hansı bir görüş verilib, orada misal üçün bir 10 dəqiqə gözləmə məcburiyyətində qalıram. Bu zaman həmin o 10 dəqiqələri, o 5 dəqiqələri kitab mütaliə etmə imkanı yarada bilirəm özüm üçün. Ondan əlavə, əgər bu şeylər də etmək heç cürə mümkün deyilsə, düşünürəm ki, insan belə deyək də bu günün sonunda yatmamışdan öncə bir 10 dəqiqədə olsa, kitab mütaliəsi ilə məşğul olsa, necə ki, iş fəaliyyətində, deyək ki, ictimai fəaliyyət bəzən məcburi olsa da fəaliyyətlə məşğul olmalıyıq. Bu üçün haradasa insan özünlə vaxt olmasa belə, ən son digər bir nəyinnənsə keçməlidir. Bir 5-10 dəqiqə məcburi mütaliəyə vaxt ayırmalıdır. Bu olmasa inandırım sizi ki, artıq mütaliədən tamamilə yayğınlıq olacaq, artıq mütaliədən tamamilə uzaqlaşma olacaq və nəticədə mütaliəyə olan meyil, maraq azalmaqda olacaq. Bu da sonuçda bəllidir.
Nurman müəllim, siz nə yanaşma sərgiləyirsiniz? Nə əlavələriniz var? Ağabey, məncə, yəni qarşı çox qeyd elədi, Şöhrət bəy bunların bir çoxunu qeyd elədi. Məncə məsələ qayıdır kitabın insan həyatında tutduğu ehtiyac sırasına. Bu təkcə oxumaq vaxtla bağlı deyil, pulla bağlı da var. Məsəl üçün kitab almağa pulum yoxdur və s. Bu məsələ qayıdır ora. Yəni kitab sizin həyatınızda hardadır? Harda yerləşir? Məsələn, əgər sizin həyatınızda ehtiyac sırasında kitab sonuncu yerdədirsə, təbii ki, siz ən axırıncı kitaba vaxt ayırasınız, ən axırıncı yəni ehtiyacı ödəyəndən sonra pul qalsa, imkan olsa kitab alasınız. Başqa insanlar da var. Məsələn, onların üçün kitab həyatında ön sıralardadır, birinci, ikinci sıradadır. Məsələn, bu insan kitaba çörək kimi baxır. Yəni çörəyə necə baxırsa, kitab elə baxır. Yəni insanın ki, kitab həyatında mühüm rol oynayırsa, ona mütləq vaxt tapacaq. Yəni mənim vaxtım yoxdur demək, bu mənə bəhanə kimi gəlir doğrusu. Yəni belə bir insan təsəvvür edə bilmirəm mən. Çünki Şöhrət bəy qeyd elədi, insan həyatında görüş zamanları boş vaxtlar olur, ictimai nəqliyyatda boş vaxtlar olur, xüsusən metrolarda boş vaxtlar olur. Yəni inanırım sizin, mən kitabların çoxsunu elə ictimai nəqliyyatda oxuyuram. Yəni xüsusən metroda oxuyuram kitabları. Yəni və buna üstünlük verirəm. Daha çox mən metroya getməyə daha çox üstünlük verirəm, nəinki məsələn hansısa digər ictimai nəqliyyatla. Yəni qısası məncə kitab oxumağa vaxt var. Yəni çünki həyatımızda o qədər əlavə şeylər var ki, onları qasirləyə bilsək kitab mütləq vaxt yaranacaq. Yəni televiziyadan kəsmək, nə bilim sosial şəbəkədən kəsmək, digər şeylərdən kəsib kitaba vaxt ayırmaq olar. Deməli, hansısa addımlar atmaqla bir həddə, ən çətin şəraitdə belə insan mütaliə etməyə vaxt ayıra bilər. Sadəcə bunu etmək üçün belə onun özündə bir təfəkkür formalaşmalıdır. Bu təfəkkürün formalaşması belə bu kimi verilişlər və yenə də mütaliəyə qayıdır. Bilirsiniz necədir? Həyatda çox pozitiv, ümidli yanaşmanın tərəfdarıyam. Lakin real proseslərə daxil olanda görürük ki, insan həqiqətən, misal üçün bir insan bir gün ərzində çox az bir məbləğ müqabilində çalışanda ancaq onun fikri bundan ibarət olur ki, mən burada necə eləyim ki, ailəmin ehtiyaclarını ödəyim, burada necə eləyim ki, buradan çıxım, geyim, orada işləyim. O qədər çətin bir çox hallarda şərait olur, mühit olur ki, insanlar həqiqətən, yəni hətta oxusalar belə kitabı təfəkkür etməyə. Çünki kitab oxumaq mühüm deyil. Nə çox kitab əhli var ki, təfəkkürdən tamamilə kənardadırlar. Yəni elm və hikmət fikir düşüncə mərhələsindən əməl mərhələsinə gəlməyib. Belə bir qrup insan var ki, mütaliə bir həddə vaxt ayıra bilir. Digər qism insanlar var ki, ümumiyyətlə oxuyurlar, elə ancaq oxumaqla məşğullar. Faydalı nə əməl olur, yaxud da nə təfəkkür etmirlər. Demək istədiyim odur ki, bəli, Parlaq İmzalar nəşriyyatı, Qədim Qala nəşriyyatı və digər nəşriyyatlar zəhmət çəkirlər Azərbaycan cəmiyyətinin də insanların yaxşı kitablar, faydalı kitablar oxuması üçün. Bu gözəl addımdır. Və bir qrup gənclər də var ki, həqiqətən də ümidlə çalışırlar. Zəhmət çəkmələrinə baxmayaraq əziyyətli şəraitdə belə mütaliə edirlər. Amma mütaliədən də mühüm təfəkkür amilidir. İnsanın təfəkkür etməyi. Təfəkkür elə bir şeydir ki, mümkündür ki, çox kitab oxumasın. Adi bir daşa baxanda belə ibrətlə baxsın, oradan bir özü üçün nümunə götürsün. Nə yaxşı ki, elə bu kitabdan da bir nümunə götürsün, ibrət götürsün. Yəni demək istədim bundan ibarətdir ki, heç də hər şeydə oxucundan da asılı deyil. Burada nə sizdən, nə bizdən asılı olmayan yüzlərlə amillər var ki, bunlar sonda nəticəni bəlirləyir. Səbəblər həddən artıq çoxdur. Gəlin keçək ümumiyyətlə nəşrlərimizə və ən çox satılan nəşrlərimiz hansıdır, ən çox oxucuların marağına səbəb olan nəşrlərimiz hansıdır və hansı fikirlər alırsınız kitablar haqqında? Nurman müəllim, buyurun. Mən konkret, yəni müqayisə kimi deyə bilmərəm ki, hansı misal birinci, ikincidir. Mən ümumiyyətlə deyə bilərəm. Məsələn, bizdə sağlam və salih övlad var. Analar üçün uşaq yetişdirmə istiqamətində sıfırdan başlayır, ta uşağın dünyaya gəlməsinə qədər mərhələni əhatə edir. Bundan başqa teizm seminarları, məsələn, yaxşı qarşılanan kitablardandır. Sonuncu nəşrlərimizdən Stephen Hawkingin Zamanın Aksi Tarixi, həmçinin dünən nəşr olunan Sözünə Güvən kitabı Rəşad Bayramovun və s. bir çox kitablar var ki, yaxşı qarşılanır, bir-birini ötürürlər bu məsələdə. Amma bu konkret, yəni ki, bu daha yaxşıdır, o daha zəif deyil. Auditoriyası müxtəlifdir kitabların, yəni ki, müraciət etdiyi insanlar fərqlidir. Bu dəyişən bir şeydir. Amma təxminən mən sizə nümunə kimi bəzi kitabların adını sıraladım. Bunlar nəşriyyata nisbətən daha yaxşı qarşılanan kitablardır. Şöhrət müəllim, buyurun. Bizim nəşriyyatda da belə bir statistik məlumat var. Biz özümüz mütəmadi aylıq özümüz üçün, öz nəşriyyatımız üçün belə bir statistika özümüz üçün ayarlayırıq, çıxardırıq ki, və ümumi baxaq görək kitablar bir nisbətdə daha çox hansı kitab. Bizdə ən çox satılan kitab, ən çox fikir söylənən, cəmiyyət tərəfindən ən yaxşı qarşılanan kitablardan birincisi bu şəhərdə kimsə yoxdur, psixoloji romandır.
Bu romanı da hətta biz özümüz yox, Əli və Nino kitab mağazalar şəbəkəsi də hər aylıq onlar ümumi Azərbaycan dili və rus dili və başqa dillərdə olan kitabların hər aylıq satış statistikasını çıxardır və orada da ən son ayda da Bu şəhərdə kimsə yoxdur romanı birinci oldu. Ondan əlavə cəmiyyət tərəfindən müsbət qarşılanan kitablarımız var bizim. Misal üçün, psixoloji, motivasiya janrında yazılmış kitabdır. Müəllif Rövşən Abdullaoğlu. Çətin olsa da həyat davam edir. Kitabı artıq baxmayaraq ki, yəni yeni nəşrlərdən sayılır, 6 dəfə təkrar çap olunub. O cümlədən İnsan Dünyadan Sonra bir kitab var ki, o kitab da artıq 4 dəfə çap olunub. Sonra bizim özümüzün, nəşriyyatın özünün çap elədiyi kitab var, Sürətli Oxu kitabı. Artıq 3-cü nəşrə hazırlanır. Hər bir insan hökmdardır kitabı da, bu da psixoloji janrında yazılmış kitabdır. Bu da artıq 4-cü nəşrə hazırlamışıq, bu gün də təqdim eləyəcəyik. Biraz sözümüzün əvvəlində zamanın idarə olunması, time management mövzusunda yazılmış kitab da çox yeni kitabdır. Artıq ikinci dəfə təkrar çap olunub və oxucuların ixtiyarına verilib. Parlaq İmzalar nəşriyyat və Qədim Qağdan çox kitab oxumuşum. Hətta bu yaxında 40%lıq endirim var idi kitablarla bağlı. 22 ədəd yenidən aldım ki, onları təzədən mütaliə etmək fikrim var. Parlaq İmzalardan da çoxlu sayda kitablar mütaliə etmişəm. Ancaq bir dənə anam üçün İlqar Kamildir müəllif. O hələ ki təsir olsun ki, mən mütaliə eləməmişəm. Ümumiyyətlə, qısa olaraq bunun məzmunu nədən ibarətdir? Niyə görə mən məhz bunu soruşuram? Əksər dostlar deyirlər ki, çox təsirlidir, insana çox təsir edir. Yəni, tamam başqa bir əsərdir. Qısa olaraq necə əsərdir bu? Ümumiyyətlə, mən bayaq çox tez sıraladım kitablarda. Yəni, kitabların hamısını əhatə etmək istəmədim mövzularda. Məsələn, İlqar Şamil bizim Yeni İmzalar seriyadan çap olunur. Onun 2 dənə, yəni roman olaraq 2 dənə kitabı bizdə nəşr olunub. Ayrılıq və Anam üçün. Hər ikisi çox yaxşı qarşılanıb və çox satan kitablar siyahısındadır. Anam üçün romanı demək olar ki, 3 ayın ərzində ilk nəşri bitdi və ikinci nəşri hazırlanır. Ayrılıq ümumiyyətlə, aylıq romanı da artıq bitib. Məncə, yəni, bu Azərbaycanda olan gənc yazıçılar arasında xüsusi bir göstəricidir, yəni yaxşı bir göstəricidir. Anam üçün kitabının mövzusu bir gənc, yəni inanclı bir gəncin bir proses keçib nəhayət inancıca çevrilməyi və daha sonra müxtəlif həyat prosesləri keçib özünü tapmaq istəmədən çalışmağı haqqında bəhs edir. Çox maraqlı bir əsərdir və insan bədən silkələyir, təsirləndirir və xüsusən əsərin sonu çox oxucular razılaşmır və istəyirlər ki, axırı pozitiv qutarsın. Amma orada bir Azərbaycan kişisinin, Azərbaycan gəncinin atdığı addım oxucuya təsir edir həqiqətən və mənim fikrimcə maraqlı bir sonluğu var. Bir çox oxucular, xüsusən xanım oxucular təəssüf keçirirlər əsərin sonunda. Ümumiyyətlə, oxucular tərəfindən yaxşı qarşılanıb, bir təqdimat da keçirildi. Oxucuların öz təşəbbüsü ilə təqdimat keçirildi və bu xüsusi bir halda Azərbaycanda. Bəlkə də ilk hallardan biridir ki, nə nəşriyyat, nə müəllif ora iştirak eləmədi, yəni təşkilatçılıqda. Oxucular özləri yığışdılar, yer tutublar, müxtəlif musiqi, nə bilim və s. Çox maraqlı bir təqdimat oldu, görüş oldu oxucularla. Bu da göstərir ki, əsər artıq oxucuların qəlbində yol tapıb. Güzel, elə biz də onu və qeyd edeyim ki, İlqar Şamilin növbəti kitabı nəşr olunacaq, Şeir və Esselər kitabı nəşr olunacaq. Bu bizim ATV kanalından ortaq layihəmizdə olan kitab olacaq. Yanvar ayında nəşri planlaşdırılır. Mən bildirəm ki, İlqar Şamilin şeir sevən oxucuları çoxdur. Şəxsən özüm də İlqar Şamilin şeirlərini çox xoşlayıram. Yanvar ayında yeni kitabı çıxacaq gözləyir İlqar Şamilin. Şöhrət müəllim, nə yeniliyi var sizdə? Rövşən müəllimin bir psixoloji roman yekunlaşmaq üzrədir. İnşallah ki, yeni ildən sonra artıq işinizi görəcək psixoloji romandır. Realistlər üzərinə uzanmış adam. Baxmayaraq ki, bunun haqqında biraz daha öncə məlumat vermişik. Amma ən son tamamlanma işləridir. Son tamamlanma işləridir. Onun üçün inşallah yanvar ayı üçün nəzərdə tutulub çapı. Ondan əlavə, indi əslində belə deyək də, nəşriyyat üçün, hardasa oxucu üçün təkrar çap, yenilik görsənməyə bilər, amma nəşriyyat üçün əslində onun da yenidən gözdən keçirilməsi, mətbəədə çap olunub, yəni oxucuların ixtiyarına verilməsi onun özü də hardasa bir yenilikdir. Ondan əlavə başqa kitablar da ki var, artıq yəni müəllif tərəfindən təqdim olunub, başqa bir kitabımız da var. Tarixdə İmamət Məktəbi adlı bir kitabdır. O kitab da tamamlanmaq üzrədir. Yaxın günlərdə o da işığızı görəcək. Diqqətimi çəkən məqamlardan biri nədir? Baxın, sizin kitablar yayılır, çox satılır, deyərdim ki, çoxlar tərəfindən oxunur və həqiqətən faydalı kitablardır.
maraqlı məqam odur ki, əgər məsələn bu şəhərdə kimsə yoxdur, qiyməti neçədir o kitabın? Hazırda qiyməti 9 manat. 9 manatdır və neçə dəfə nəşr olunub o kitab? Artıq 8-ci nəşr də bitdi. Bu günlərdə 9-cu nəşri təqdim olunacaq. 9 manatlıq kitabın 9-cu nəşri artıq. Bəli. Bu 5 manat olsa nə qədər nəşr? Yəni daha çox satılardı yəqin ki. Daha çox satılardı. Hardasa bu da var, amma ümumi, yəni gedən proseslər hər kəsə aydındır. Bəli. Çünki bizim kağızlar ki, Azərbaycan məhsulu deyil, hamısı xaricdən alınır. Ona görə bütün bu prosesin hamısı dollarla tənzimlənir. Ona görə bu bizdən asılı olmayaraqdan öz təsirini göstərir kitabın çapında. Ondan əlavə kitabın burada keyfiyyət məsələsi də var da. Yəni hardasa kitabın qiymətinin biraz baha olması onun daha keyfiyyətli çap olunmasına da gətirir. Çünki biz hazırda kitablarımızı yəni elə bir nemətdir ki, bunu bir günlük bir dəfə oxumaqla, bəzən elə kitab var ki, təkrar oxunmalara və yaxud bəzən o kitabı arxivdə saxlamağa, yeni nəsil üçün ötürməyə yəni ehtiyac olduğundan ona görə biraz bu keyfiyyət məsələsinə də biz üstünlük veririk. İki məsələ var, yəni kitabın qiymətinin bu cür olması. Əvvəl biz kitabın qiyməti 7 manat 50 qəpik idi. Bu hansı ki 2 devalvasiyadan öncəki qiyməti o idi. Çünki biz özümüz də kitabın qiymətinin daha baha olmasından yana deyilik. Niyə? Çünki bütün oxucu kütləsini nəzərdə tuturuq. Yəni onların kitabı onlar üçün əlçatan olması üçün biz kitabın qiymətinin daha münasib olmasından yanayıq. Amma təəssüflər ki, bəzən elə məsələlər var ki, bizim özümüzdən asılı deyil. Bu səbəbdən kitabın qiymətində növbəti nəşrlərdə bu öz təsirini göstərmiş olur. Numan bəy, nə kimi addımlar atmaq olar bu istiqamətdə? Biz nə üçün deyirəm? Çünki mən bu sualımdan birinci sualımın cavabını almış oldum həm də bir hətta. Çünki biz çox hallarda giləyllənirik ki, bəs bir çoxları kitab oxumurlar və digər amillər. Mən demək istəyirəm ki, bu səbəblər silsiləsində bu səbəbində çox böyük rolu vardır. Məsəl üçün, mən razıyam, amma bilirəm, çox gözəl bilirəm ki, bu maddi vəsaitdir, buna çox külli miqdarda vəsait xərclənir, xüsusilə. Amma ki, gəncə, tələbəyə yoxdur hər hansı bir kəsə daha ucuz qiymətə kitab əgər olarsa və keyfiyyətli kitab, bunun nəşrin bəlkə də bir 20-15 dəfə nəşr olmuşdu bu şəhərdə kimsə yoxdur. Həqiqətən, yəni misal üçün 5 manat miqdarında olsaydı. Bizdən asılı olan və bizdən asılı olmayan çoxlu amillər var. Bütün bu çətinliklər müqabilində, həndəvərində hansı işlər görmək lazımdır və gördüyümüz budur ki, sizin bütün bu çətinliklərə rəğmən fəaliyyətiniz inkişaf xətti istiqamətinə gedir. Çünki yadıma gəlir, universitetdə təhsil aldığım illərdə biz müxtəlif tədbirlər keçirirdik. Tədbirlərin sonunda bir çox hallarda iştirakçılara kitablar hədiyyə edirdik. Yadıma gəlir, biz universitetdə tədbirin sonunda kitablar hədiyyə edirdik. Bəlkə 3-4 il əvvəl idi. Və o zaman sizin çətinliklər həddən artıq çox idi. Ümumiyyətlə, kitab oxuma ənənəsi də bu qədər yayılmamışdı. Sizlər həddən artıq çox zəhmət çəkirdiniz və zamanla bir həddə irələmişsiniz. Ümid edirəm ki, bu irəliləyiş daha da çox, daha geniş səpkidə olacaq. Bir dənə sual verim sizə və bəlkə də özünüzə də biraz yeni olacaq. Birgə nə kimi layihələr həyata keçirdə bilərsiniz? Parlaq İmzalar və Qədim Qalan Nəşriyyat elə bir layihə ki, onun cəmiyyətə faydası var. Doğrusu, yəni baxın, xarici ölkələrdə məsələn nəşriyyatların və yaxud da ki, hər hansı digər şirkətlərin birləşib bir iş görməkləri çox normal haldır. İndi mən tam özümdən danışmaq istəmirəm. İki nəşriyyat buradadır. Ümumiyyətlə danışmaq istəyirəm. Yəni məsələn balaca kitab mağazaları var, kiçik nəşriyyatlar var. Mən bunların təəssüf istəyirəm, bunların sonunu yaxşı görmürəm. Mən demirəm özümüz artıq yəni ki, reysə düşmüşük, gedirik. Mən bu iddia deyiləm. Çox çətinliklərimiz var və təbii ki, bunu biz oxuculara göstərmək istəmirik. Yəni ki, çətinliklər və s. dik durmağa çalışırıq. Amma problemlər həddən az çoxdur, ümumi vəziyyət hər kəsə aydındır. Belə bir şəraitdə xüsusən kitabçılar üçün ağırdır. Çünki təəssüflər olsun ki, bizim cəmiyyətdə kitab, bayaq dedim, ehtiyac sırasında təəssüf sonuncu sırada yerləşir. Yəni insan baxır ki, hər şeyini alır, sonra artıq pul qalsa kitaba vermək istəyir. Çox hissəsində bu cürdür. Və yaxud da ki, çətinlik yoxanda birinci kitabı qırağa qoyur, kitab almağı qırağa qoyur. Bu baxımdan birinci bu problemlər nəşriyyatlara vurur, kitabçılara vurur. Yəni bu qaçılmazdır. Bu istiqamətdə müxtəlif kitab mağazaları, nəşriyyatlar birlikdə əməkdaşlıq eləyə bilərlər. Xüsusən kitab mağazaları mənim fikrimcə mən tanıyıram, çox yaxşı insanlardır. Onlar da hamısı könüllü bu işdədirlər. Onlar birləşə bilərlər. Məsələn, onlar kirayə xərcini azalda bilərlər bu halla.
və nəşriyyatlar kiçik nəşriyyata birləşə bilərlər, birlikdə iş görə bilərlər, hər hansı layihə eləyə bilərlər. Bu haqda fikirləşmək olar. Doğrusu, yəni hazır belə bir plan yoxdur, amma gələcəkdə hər hansı bir plan, qədim qanun nəşriyyatı olsun və digər nəşriyyatlar olsun, bu dost şəraitində nəsə eləmək olar və məncə lazımdır hətta. Çünki yenə deyirəm, çətinliklər var və belə görünür ki, hələ davam edəcək. Bu baxımdan birləşib bir yerdə nəsə görmək, sərgilər keçirmək, yarmarkalar keçirmək, bu çox yaxşı hal olar. Yəni siz də elə bir ilham vermiş oldunuz bu sualınızla. Məncə düşünmək olar, həqiqətən də lazımlı bir şeydir. Və düşünmək olar gedərkən sizin düşünməyə daha çox vaxtınız olur. Çünki normal müəllim birinci cavablandır sualı. Aydın, mən müəllim fikri ilə razıyam. Bunun üçün mən də düşünürəm, yəni birgə yarmarkalar keçirmək. Çünki indi Azərbaycan şəraitində elədir ki, misal üçün bir kitabı bir neçə nəşriyyat vurmur. Təbii ki, o qara bazarda məşğul olanları demirəm, amma ümumi normal nəşriyyatlar heç kim. Ona görə burada heç bir ziddiyyət yoxdur. Yəni nəşriyyatların birləşməsində, nəşriyyatların birgə fəaliyyət göstərməyə yaxud hər hansı bir layihəni birgə həyata keçirməsində heç bir problem yoxdur. Ona görə düşünürəm, yəni lazımdır. Yarmarkalar bəli çox vacibdir. Birgə məsələn müəyyən kampaniyalar olar, yəni olması pis olmaz. Əksinə düşünürəm yaxşı olar həm nəşriyyatlar üçün, həm də oxucular üçün də daha bir geniş bir fürsət verilmiş olar. Məsələn, bir müəyyən yarmarka keçirilir, deyək ki, bir nəşriyyat iştirak edir və yaxud bir neçə nəşriyyat. Bunun üçün deyək ki, yəni kütləvi şəkildə çox nəşriyyatlar iştirak eləsə və ora gələn oxucu ondan həmin indi orada o yarmarkalarda müəyyən endirimlər də olur oxucular üçün ki, oxucular bu kitab. Onun üçün yaxşı olar, yəni həm oxucu qazanmış olar, həm də nəşriyyatların birgə fəaliyyəti. Siz üzr istəyirəm, yəni sual verdiniz vaxt mənim beynimdə bəzi fikirlər gəlib, yəni doğrudan da bu haqda fikirləşmək olar. Yəni maraqlı fikirlər var. Mən yəni buradan verilişə baxan yəqin kitabçılar olacaq, bu işə məşğul olanlar olacaq. Mən təkid deyirəm ki, yəni bu haqda fikirləşmək lazımdır, nəsə eləmək lazımdır. Yəni çox düzgün bir haldır. Təxminən qısa bir müddət öncə Zaman Necə Yeyə kitabını bir dəfə oxumuşdum. Yenidən nəzər yetirərkən orada növbəti dəfə Rövşən Abdullaoğlu'nun fikri var idi ki, deməli biz təxminən belə məzmunludur da, biz avtomobili yaxud da gündəlik evə gedərkən vaxtımızı israf edirik ya, avtobusda, ictimai nəqliyyatda. Biz onu universitetə çevirə bilərik. Necə? Hər hansı bir audio kitablar, sənədli filmlər, müxtəlif mövzularla bağlı dinləyirik, həmin vaxtı itirmirik. Özüm mən bir çox hallarda rus və ingilis dillərində audio kitablara çox dinləyirəm. Və misal üçün bir kitaba əgər 7 saat müxtəlif çətin şəraitlərdə vaxt sərf edəcəkdimsə, edirəm o ayrı. Amma elə bu marşrutda gedərkən, yaxud da metroda gedərkən heç kəsə maneçilik törətmədən mən audio kitaba da dinləyib faydalana bilərəm. Sadəcə qeydlərimi apara bilərəm kiçik. Problem odur ki, Azərbaycan reallığından deyirəm də, bu kitabların audio variantı yoxdur. Və bu olarsa da ikinci bir sual yaranır ki, elə bir çox, məsələn, əgər bu YouTube-a yerləşdirilərsə, yaxud da MP3 formatında olarsa, onda o zaman kitabların alınma ehtimalı aşağı düşür. Nə etmək olar bu barədə? Biz nəşriyyat evi olaraq yəni bu layihə haqqında da düşünmüşük və inşallah ki, yəni planımızda var audio kitab. Təbii ki, burada audio kitab indi əslində bu nəşriyyatın elə işi kitabçılıqdır, kitab satışıdır və oradan gələn gəliri yenidən başqa kitablara yönləndirməkdir. Amma bir kitab açıq olsa ki, elə istənilən hər kəs oxucu heç bir əvəz ödəmədən, heç bir belə deyək də ödəniş etmədən onu əldə etsə, bu ümumi kitabçılığın belə deyək də qarşısını almış. Amma müəyyən proqramlar var ki, bəzən Play Marketlər var ki, müəyyən ödənişlərlə daha cüzi ödənişlə. Daha cüzi ödənişlə audio versiyasını qoymaq olar, audio və yaxud PDF variantını qoymaq olar ki, istənilən oxuya bilər və yaxud qulaq asa bilər. Bu da ayrıca böyük bir layihədir. Bunun da təbii ki, arxasında bir iqtisadi vəziyyət durur. Çünki onun səsləndirilməsinin özü belə bir kifayət qədər vəsait tələb eləyir. Bunun üçün də biz yəni planımızda var. Hətta o cür imkanı olmayan oxucuları da düşünürük. İnşallah ki, növbəti mərhələlərdə bunu tətbiq eləməyə çalışacağıq. Nurman müəllim, siz nə düşünürsünüz bu barədə? Misal üçün, Anam üçündür kitab, İlqar Kamil tərəfindən yazılan digər kitablar CD formatında maşında gedəndə dinləyir, insanın məlumatı olur. Bu çox faydalılıq əmsalı çoxdur, sadəcə problemlər iqtisadi amillərlə bağlıdır. Bəli. Tək iqtisadi amillər deyil. Məsələn, bizdə bunun realizasiyasında problemlər var. Yəni bunun təhlükəsizliyi, bunun götürülməməsi kimsə tərəfindən yayılmaması. CD deyirsiniz, CD-dən rahatlıqla götürmək mümkündür.
və yaxud da ki, artıq maşınlarda mən bilən çox CD-dən istifadə olunmur. Daha çox yəni yaddaş kartla, flash kartlardan istifadə olunur. Aha. Yəni bunun təhlükəsizlik məsələsi var. Yəni təsəvvür edin ki, siz buna nə qədər xərc qoyursunuz, sonra bir nəfər onu götürür, hər hansı vasitə ilə yəni yayır və salam. Bununla da həmin xərc aradan gedir. Yəni təkcə səbəb bu deyil. Yəni bir səbəb budur. Doğrusu mənim öz fikrimcə kitab elə kitabdan oxunsa yaxşıdır. Mən bunun tərəfindəyəm. Amma o da olsa nə yaxşı. Yəni bizim də yəni dəfələrlə burada bir müzakirəmiz olub nəşriyyat daxilində dostlarla necə eləmək olar. Amma hər iki təxirə salırıq. Yəni bilmirəm nə vaxt olacaq bu. Hər iki təxirə salırıq. Çünki daha çox fikrimizi kitabın özünə fokuslamaq istəyirik. Çünki o əlavə bir sahədir. Studiya və s. aktyorun tapılması. Mənim fikrimcə, sadəcə hər bir nəşr cəmi bir kitabı səsləndirsə və maddi məsələlərini kənara qoysa, misal üçün kitablardan cəmi biri ya az satılan kitab deyim, ya satılmayan kitab, yaxud da həddən artıq çox satılıb bir kitabda bu sınansa, praktikadan keçirmək olar ki, görəsən bunun tərəfləri, müsbət tərəfləri necə olacaq, mənfi tərəfləri. Amma bir kitab olsa, yaxşı olar sınanı. Mən üzrəm, indi Norman bəy dedi, o təhlükəsizliklə bağlı təbii ki, təhlükəsizlik proqramları var. Bunun üçün də, dediyimizdə o iqtisadi məsələ, yəni kifayət qədər iqtisadi vəsait olmalıdır ki, sırf onu şəxsi proqramlaşdırma olsun. Yəni bu təhlükəsizlikdən də həm istə audio versiya olsun, həm istə elə kitab şəklində ki, bunlar təhlükəsizlik mümkündür. Təbii ki, yenə bunun qayda yenə iqtisadi məsələyə. Rövşən müəllim Zaman Necə Yeyək kitabında da elə bax bu məsələyə toxunub. O həmin o 5 dəqiqələr, 3 dəqiqələr iradi bir süfrədir, süfrədə otururuq, yemək yeyirik. Bəzən o qalan qırıntılara biz diqqət eləmirik. Biz onu öz vaxtımıza, zamanımıza təbii ki, baxsaq, həmin o 5 dəqiqələr, 3 dəqiqələr biz onları toplayıb günün sonunda artıq müəyyən bir vaxt əldə eləmiş oluruq. İndi onu nə yaxşı ki, biz belə deyək ki, həm diqqət eləyə bilirik, həm də onu öz xeyrimizə biz istifadə etmiş oluruq. Onun üçün əlbəttə, indi elə şəxslər var ki, məsəl üçün, daimi rul arxasındadır, onun üçün o audio kitab çox yaxşı olar. Yaxşı olar. Onun üçün yaxşı olar. Yaxşı olar, yəni bu vacib adımdır. Vacib adımdır, amma dediyimiz kimi də. Yəni də bu barədə biraz düşünərsiniz. Planda var. Nəticələri olar. Ümumən, gələcəklə bağlı hansı ideyalarınız var? Nə kimi yeniliklər tətbiq etmək istəyirsiniz? Əsərlərinizdən əlavə nə kimi faydalı işlər görmək olar ki, bu həm oxucu auditoriyasını genişlənməsinə gətirib çıxarsın, insanlarda daha çox kitab oxumalarını gətirib çıxarsın. Nə kimi yeniliklər, ideyalar var? Hətta bu dəqiqədə fikirləşib deyə bilərsiniz. Çox doğru sualdır. Çünki oxucuları, məxsusən də insanları düşündürən bir şeydir ki, məsələn, nəşriyyat özü təbii ki, müəyyən planları qurur. Məsələn, bunun üçün nə etmək olar? Bunun üçün mütəmadi, bayaq danışdıq ki, birgə müəyyən yarmarkalar olmalıdır ki, orada müəyyən... Əslində, oxucunu yenilik nədir? Oxucu üçün təbii ki, yeni əsərlər indi nəşriyyatın strategiyasıdır. İstər-istəməz, yəni yeni nəşrlər olmalıdır. Bu vacibdir. Onun üçün amma o bir tərəfdən o yeniliklər oxucu üçün olar ki, müəyyən endirim faizləri olsun ki, o bəzi insanlar ki, iqtisadi cəhətdən kitab əldə edə bilmir. Onun üçün bir endirim faizlər, yəni yaxşı olar ki, onlar əldə eləsin. Məsəl üçün, bu günlərdə Əli və Nino kitab şəbəkəsi bir 40% endirim elədi. Və burada bizə də yazırdılar ki, məsələn, kitab mağazada özü bir kampaniya keçirdi və buradan elə sizin kimi çoxlu insanlar yararlandı. Bunu bəzən sırf nəşriyyat özü eləyə bilmir. Çünki nəşriyyatın özü iqtidarında olmur, amma müəyyən kampaniyalar biz keçiririk, müəyyən bir endirim faizləri olur. Amma bu kütləvi şəkildə olsa düşünürəm ki, insanlar daha çox faydalana bilər. Bir yenilik budur. Ondan əlavə elə biz bundan öncə danışdığımız həmin o layihənin özü bir yenilik olar. Çünki strateji olaraq bir fərqli mövqedir, oradan da çıxış eləmək olar, orada da müəyyən kitabların çapı ola bilər. Norman bəy, siz nə düşünürsünüz? Əlavələr? Yəni bizdə yenilik deyəndə, yəni kitab nəşrləri, zaten hər kitabın nəşri bir yenilikdir nəşriyyat üçün, oxucular üçün. Bizim layihə kimi belə bir şey eləmək istəyirik. Yeni il 2017-ci il nəşrlərinin hamısında, yəni yanvar ayından başlayaraq kitablarda səhv tapana kitab hədiyyə eləyəcək. Yəni biz bunu bir neçə ildir artıq düşünürük, artıq istəyirik başlayaq bu işə. Yəni kitabda hər hansı səhv tapdığını, korrektə, redaktə və s. səhv tapana istədiyi kitab hədiyyə olunacaq. Bir ədəd.
bir ədəd hədiyyə olacaq. Hər səhifəyə görə bir ədəd kitab olacaq. Bu həm bizim məlumatımızı artıracaq oxucular qarşısında, həm də oxucuların daha diqqətli olmasına kömək edəcək. Və təbii ki, həmin kitabın növbəti nəşrlərinin daha səhvsiz, daha nöqsansız olmasına şərait yaradacaq. Artıq bunu qərar vermişik. 2017-ci ilin ilk nəşri hansı olacaqsa, ondan başlayacaq. Təbii bir səhifə 2 nəfər tapa bilməyəcək. Yəni hər mən tapdım, siz tapdınız elə olmayacaq. Həmin səhifə yerləşdiriləcək ki, bu səhifələri falan kəsə tapıb siyahılacaq. Bəli, yeni səhifə axtarmaq lazım gələcək. Yəni yeni kimi isə bunu deyə bilərəm, amma digər maraqlı nəşrlər var. 2017-ci ildə artıq olan bəzi müəllif hüquqlarından bağlı danışıqlar gedir, bəzisi alınıb. Bizim Avtoqraf gənc ədəbi bədii yaradıcılıq klubundan əməkdaşlığımız var. Çox istedadlı gənclərdir, şairlər və yazıçılar var orada. Onların kitablarının nəşri olacaq. Yəni bizim nəşriyyatın nəşr edəcək, amma Avtoqraf klubun özünün sifarişindən olacaq. Birlikdə əməkdaşlıq olacaq müxtəlif səpkilərdə. Fikir edirəm ki, bu da maraqlı bir yenilik olacaq və yeni nəfəsdir bunlar ölkə şeiriyyatında və yazıçılığında. Mən inanıram ki, oxucular çoxdan gözlədikləri həmin o hissləri əldə edəcəklər. Yəni yerli yazılarla bağlı ümidlər artacaq. Mütəmadi olaraq konfranslar olurmu sizdə? Ayda bir dəfə tədbirlərin keçirilməsi, oxucularla görüşlər. Ümumiyyətlə buna nə qədər diqqət olunur bu kimi məsələlərə? Burada biz indi biraz bu vaxt baxımından bunu biz daha çox tətbiq eləmirik, yəni daha doğrusu keçirmirik, amma müxtəlif tədbirlər olur ki, dəvət olunur. Məsələn, bizim işlədiyimiz yazarı da dəvət eləyirlər. Məsələn, bu günlərdə Yeni Azərbaycan Partiyasının Gənclər Təşkilatı ilə birgə bizim Nəşriyyat evin Rövşən müəllimi, yəni müəllif Rövşən müəllim dəvət edildi, orada bir görüş keçirildi, orada gənclərlə görüş keçirildi. Ümumiyyətcə mütaliəyə, kitaba marağın artması, bu istiqamətdə müəyyən addımlar. Ondan öncə Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında oxucularla bir görüş təşkil olundu. Belə deyək də biz dəvət olunan yerlərə maksimum çalışırıq ki, elə nəşriyyat evi olaraq iştirak eləyək. Amma bizim də növbəti nəşrlərdə artıq mütəmadi olaraq oxucularla görüş, həmin kitabın imza mərasimi, bu kimi şeylər yəni planlaşdırmışıq. İnşallah ki, yeni ildən artıq o yeniliyə də bir etmiş olacaq. Normal müəllim, sizdə vəziyyət necədir? Biz də istəyirik aylıq toplantılar eləyək. Yəni 2017-ci ildən bir planımız da budur ki, aylıq görüşlər təşkil eləyək. Artıq bu yerlə bağlı da müxtəlif danışıqlar gedir. Yəni bir daimi bir məkan olsun, xüsusən kitab arası olan bir yer olsun. Mütəmadi hər aylıq müzakirə keçirilsin, nəşriyyatın nəşrlər müzakirə olunsun, oxucular tərəfindən təkliflər dinlənilsin, onların yeni fikirləri və nəşriyyatın öz fikirləri mübadilə olunsun oxucular nəşriyyat arasında və daha da ünsiyyət sıxlaşsın. Çünki nəşriyyat oxucularla həmahəng olmalıdır, bir yerdə olmalıdır. Nə qədər uzaqlıq olsa, o qədər məsafə olur arada və artıq nəşriyyatla oxucu fikri arasında bir fasilə yaranır. Bu təbii ki, nəşriyyat üçün heç uyğun bir hal deyil. Bizə çox tələb olub oxucular tərəfindən ki, belə baş versin bu şeylər, görüşlər. Təəssüflər olsun ki, bəzən Şöhrət bəy qeyd elədi, vaxt olmur, müxtəlif problemlər olur. Yəni onun tədbirin hazırlanması, getmək və s. kifayət qədər vaxt istəyir. Ən azından bir neçə gün vaxt istəyir. Amma istəyirik mütləq bunu eləyək. Yəni istəyirik ki, eləyək. Çünki doğrudan da vacib bir şeydir, vacib bir addımdır. Hüseyn müəllim belə bu görüşlərlə bağlı demişkən oxucuların fikir məsələsi. Bizim də hazırda yəni düzdür mütəmadi görüşlərimiz olmasa artıq belə bir kampaniya şəklini alıb ki, hər bir oxucu ki kitabı oxuyur, öz fikirlərini bizə göndərir. Hər hansı bir şəkilmi çəkir, kitabla bağlı öz konkret fikirlərin. İndi bu irad da ola bilər, müsbət fikirlər də ola bilər. Biz də onu artıq öz sosial şəbəkədə, öz profilimizdə yerləşdiririk ki, artıq bundan digər oxucular da tanış olsun. Əslində bunun özü, yəni oxucunun həm özünü təqdim etməsi, həm düşüncəsinin formalaşması baxımından yaxşıdır. Düzdür, bunu məsəl üçün oxucu fikri ki, nəşriyyatda səslənir, onunla başqa insanlar da tanış olur, fikir yazılır. Əslində elə bu da bir düşünürəm ki, bir fikir mübadiləsi kimi, çünki ona fikir yazırlar, o özü iştirak edir həmin o prosesdə, həmin o yazışmalarda. Vaxt olmadığına görə, yəni mütəmadi görüşlər keçirdə bilmədiyimiz zamanda bu kimi şeylərə də üstünlük verilir bizim oxucular tərəfindən. Təşəkkür edirəm maraqlı fikirlərinizə görə, minnətdaram. Brian Tracy'nin maraqlı bir fikri var mütaliə ilə bağlı. O deyir ki, gündə əgər 1 saat mütaliə vaxt ayırsanız, bir həftə təxminən 7 saatdır. Bu da təxminən 200 səhifəlik bir kitabın oxunub bitməsinə gətirib çıxaracaq və əgər həftədə bir kitabdırsa, ayda 4 kitab, ildə təxminən 40 kitab,
Onunla isə 400, 450, 500 kitab deməkdir ki, bir insan həmin sahənin ən yaxşı bilicisi ola bilər. Yəni, biz gün ərzində 1 saat vaxt sərf eləsək, belə başa düşülür ki, həftəyə həqiqətən bir kitab oxuyub bitirmək lazım. Əsas mühüm odur ki, davamlılıq olsun. Və ümid edirəm ki, işləriniz daha da irəli gedəcək, daha da yaxşı olacaq. Rövşən müəllimin kitablarını oxuyuram çoxlu. Və belə başa düşürəm ki, o satış sahəsindən çox gözəl, maraqlı bir kitab yaza bilər. Əgər o bunun nəşriyyatın, onun strategiyası, planları, hədəflərinə üst-üstə düşərsə, belə bir kitabın olması Azərbaycanlı müəllif tərəfindən çox maraqlı olur. Çünki o əksər insanları realizə edir, uğurlarından yazır, burada bu cür addımlar, burada belə addımlar. Brian Tracy'nin də satış üsuluna baxıram, görürüm satışla bağlı fikirlərinə. Görməsiz də Rövşən müəllim fikirləri ondan geri qalmır ki, bir çox hallarda irəlidir və insani yanaşma da var. Təkcə ancaq məhsul satmaq məsələsi deyil, eyni zamanda şəxsiyyətə dəyər verilir. Zəhmət olmasa, Rövşən müəllim belə işə baxsa, bəlkə deyəsin. Mən fikri səslənirəm, amma ondan öncə deyim ki, məsələn, Rövşən müəllimin düşüncəsi, bizim nəşriyyatın da düşüncəsi daha çox satım, daha çox qazanım deyil. Bəli. O baxımdan, yəni hardasa müəllim düşünür ki, yəni biraz ehtiyac yoxdur. Hər birinizə təşəkkür edirəm. Zəhmət çəkdiniz, gəldiniz, çıxardınız şaxtalı havada. Və ümid edirəm ki, bir müddət sonra görüşəndə daha böyük uğurlarla burada qarşılaşacağıq və daha böyük strategiyalarınız, hədəfləriniz olacaq. Əziz tamaşaçılar, dəyərli vaxtınızı ayırıb verilişimizi izlədiyinizə görə sizə təşəkkür edirəm. Ömür elə də çox da uzun deyil. Nəzərə alsaq ki, müasir dövrdə xüsusilə sosial şəbəkələr də bizim vaxtımızı da alır, bir çox hallarda. Əlbəttə ki, faydalı istifadə edənlər də var bundan. Çalışaq, xüsusilə bizim mənəvi, şəxsiyyət olaraq inkişafımıza gətirən kitablardan faydalanaq və zamanla digər kitablarda vaxtımızı ayıraq. Hər bir kəsə uğurlar arzulayıram. Çox sağ olun.